İnsana başa salsınlar ki, bu sənə yaraşmır. Bunu başa düşsə kifayətdir. Özünə yaraşdırmasın. Bizə ancaq desinlər ki, səni məsələn əzaba salacaq, cəhənnəmə gedəcəksə, onda bəlkə bəzi insanlar ayılsın. Amma Allah istəyir belə danışmasın bizlə. Ləqəd kərrəmna bəni Adəm. Bu ayə kifayət olmalıdır normal adam üçün. Biz Adəm övladını üstün qərar verdi, dəyərli qərar verdi. Hər şey özünə rəva bilmə. Hər şey özünə yaraşdırma. Çünki sən çox qiymətlisən. Sənin öz qiymətimi alacağam. Sənə özümü verəcəm. Heç bir varlığın çata bilməyəcəyi zirvəyə səni qaldıracağam. Çünki sənin qiymətin bu qədərdir. Gəlsin qarşıva, tökülsün ayağıva, gözünün ucu ilə baxma. Həzrət Əli deyirdi, qarri qeyri, dünya get başqasını aldat. 3 dəfə sənə talaq vermişəm. Kişi şəriətdə belədə qadına 3 dəfə talaq versə, boşansa, qadın haram olur ona. Görün, gəlir o sözü harada işlədir. Deyir, mən sənə 3 dəfə talaq vermişəm, məni aldada bilməzsən. Şöhrətə naz eləsin insan, qüdrətə naz eləsin, insan özünü çəksin. Başqalarının, adamların müqabilində yox, dünyanın məqamları müqabilində, dünyanın neymətləri müqabilində.